Valideynlər, bugün sizləri kanalımda xoş gördüm. Bugün sizlərə məktəbə hazırlaşırıq kitabını izah edəcəyim. Gəlin başlayaq qaldığımız yer. Deməli biz bugün sizinlə birlikdə 6 rəqəmi ilə tanış olacağıq. Gəlin burada tülkü neçəsə parmaq tutub. Gəlin onları sayaq. 1 2 3 4 5 6. Deməli burada tülkü 6 barmaq tutub. Burada isə parabüzən var. Yəni parabüzənin də hər hansısa bir hissəsi 6 dənədir. Gəlin ilk öncə üstündəki naxışların sayına baxaq. 1 2 3 4 5 6 7 8. Deməli bu ödəmədir. İndi isə bığcıqlarına baxaq. 1 və 2. Bu da ödəmədir. İndi təkcə qaldı ayaqları. 1 2 3 4 5 6. Deməli parabüzənin 6 ayağı bugün keçdiyimiz 6 rəqəmi ilə uyğun olur. Gəlin ilk öncə burada 6 rəqəmimizə baxaq və buradakı dairələri sayaq. 1 1 2 bir dəqiqə. Bunu yaxınlaşdırdım. 1 2 3 4 5 və 6. Deməli burada da bizim 6 dairəmiz var. İndi isə keçək tapşırıqlarımıza. Deyir ki 6 yazılmış hissələri sarı. Gəlin 6 yazılmış hissəni sarı rəngləyək. 3 yazılmış hissəni yaşıl. Deməli yaşıl rəngdə rəngləməliyik. 5 isə qırmızı karandaşla rəngləyəcək. Deməli baxın bu qaydada rəngləyirik. Altdakı tapşırığımıza keçək. 6 rəqəmlərini haşiyəyə al. Yenə çox sadə bir suala qarşılaşdıq. Gəlin buradan 6 rəqəmlərini dairəyə alaq. Deməli 2 9 6 9 7 6 4 2. İndi isə keçək aşağıya 6. Deməli 6-nı dairəyə alırıq. 1 2 yenə 6. 1 3 5 9. Aşağıya baxaq. 7 4 6 3 7 6 1 4. Deməli biz 1 2 3 4 5 6 6 dənə 6-nı dairəyə aldıq. İndi isə 6 rəqəmlərini çəkəcək. Mən sizə burada birini nümunə olaraq göstərəcəm. Siz də bu nümunəyə baxıb digərlərini edəcəksiniz. Baxın. Qayda ilə çəkirsiniz. Sağ olun şagirdlər və valideynlər. Yeni dərs videolarında görüşənədək.